Ölkəmizdə inzibati yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sayı və məbləği artır. Bu isə cəmiyyətdə narazılıq yaradır. Vətəndaşlar bildirir ki, həm dövlət yol polisi, həm də ayna tərəfindən tez-tez və bəzən gün ərzində müxtəlif səbəblərlə cərimələr yazılır. Bu da əlavə gərginlik yaradır və insanlar arasında cərimə yarışı olduğu fikrini formalaşdırır. Şikayətlərin əsas səbəblərindən biri də yol problemidir. Nişanlar bəzən görünmür, xəttlər silinib, parklanma yerləri isə aydın deyil. Bu isə cərimələrin ədalətli olub-olmaması sualını yaradır. Ekspertlər deyir ki, cərimələr qayda yaratmaq üçün olmalıdır. Amma bəzi hallarda daha çox cəza kimi görünür və bu insanların etimadını azaldır. Həmçinin vətəndaşlar cərimədən şikayət etməyin çətin və vaxt aparan olduğunu bildirir. Ümumi fikir budur. Cərimələr qalmalıdır, amma daha ədalətli, şəffaf olmalı və insanların gəlirinə uyğun tənzimlənməlidir. Bax, bu yol görürsünüz hə? Bu yolda var belə düzünə saxlamışım maşını. 80 manat 2 bal ay yarım ana qabaq gəlmə gəldi. Sonra da saxladıq, tərsinə saxladıq. Ya marketə girmək, ya hər nə isə də. Sonra da gəldi 60 manat 2 bal. Bax bu nəyə görə? Yazır ki 346.9. 346.9 yəni səkidə saxlamışsınız. Axı burada bir səki yoxdur. Nə nişan yoxdur, nə yolda xətt yoxdur. Axı bu gəlmə nəyə görə yazırlar bizə? Mən onu bilmək istəyirəm, nəyə görə yazırlar? Xahiş edirəm bunu işıqlandırın. Saxlamışıq maşını Bravonun qarşısında. Düşmüşük alış-verişə, çıxmışam ki 60 manat 2 bal mənə cərimə gəlib. Buna yəni nişan yox, xətləmə yox, heç bir şey yoxdur, amma cərimə gəlib. Yəni mənə elə gəlir ki, qanunsuzdur da. Bir də Bravonun qabağı tələdir. Əməlli başlı tələdir. Kim saxlayır? Cərimə gəlir. Ora bir nişan qoymaq lazımdır. Ondan sonra insanlara cərimə göndərir. Özdəki cərimə 60 manat 2 bal nədir? Bu nə deməkdir? Dayanan maşını 2 bal yazarlar. Bir də ki, cərimə olar 20 manat. Əgər məni xəbərdar eləməsən, 20 manat cərimə eləməlisən. İkinci dəfə mən o səhvi təkrarlasam, mənə 60 manat elə, 100 manat elə. Birinci dəfə 60 manat 2 bal nəyə lazımdır ki? Özdə heç bir nişan yoxdur. Ömür boyu da orada maşınlar dayanıb. Bravonun qarşısında. Düzgündür. Hə xanım, bizim də maşını saxlamışdıq orada, Bravonun qabağında. Axşam evə gedəndə cərimə gəldi 60 manat 2 bal. Düzgün deyil o. Maşınları saxlamağa yer tapmırıq. Şərait yaratsınlar, maşınları desinlər burada saxlayın, bir də saxlayaq. Yoxsa yolun qırağında saxlama, znakı yox, bir şey yox. Belə olur. Binəqədi rayonu ərazisidir, Svetlana Məmmədova küçəsidir. Nəqliyyat vasitələrində sıx hərəkətdə olduğu bir ərazi deyil. Yolun heç bir hissəsində dayanma və durmanı qadağan edən yol nişanı yoxdur. Amma buna baxmayaraq, həm yolun başında, həm də digər istiqamətdə yolun o birisi başında quraşdırılmış kameralar kütləvi şəkildə bütün nəqliyyat vasitələrində sağda dayanmış bütün nəqliyyat vasitələrini cərimə edirlər. Həmçinin Bravo marketin qabağında mənim nəqliyyat vasitəmə 60 manat və 2 bal cərimə yazılmışdı. 346.2 İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən. Həmin maddədə qeyd olunub ki, 5.12 və 5.13-cü maddələrin tələbləri pozulubdur. Lakin 5.12 avtobus dayanacağıdır, 5.13 isə tramvay dayanacağıdır. Bravo marketin qarşısında və yaxud da ondan 15 metr məsafədə hər hansı bir avtobus dayanacağı, ümumiyyətlə dayanacaq olmamasına baxmayaraq mənə cərimə yazılmışdı. Orada dayanma durmağında qadağan edən hər hansı bir nişan yoxdur. Sonradan haqlı narazılığından sonra həmin 346.2-ci maddəni 346.9-cu maddəni əvəz elədilər. O da avtomobilin səkidə saxlanılmasıdır. Əgər Bravo marketin qarşısına fikir versəniz, orada səki anlayışı yoxdur. Yəni bir tərəfdə Bravo marketin girişi üçün pilləkan quraşdırılıbdır, digər tərəfdə isə zibil qutuları. Heç kim həmin yolu gedəndə 10 metrlik səkiyə daxil olub getmir. Üstəlik səki bardurra və digər fiziki vasitələrlə ayrılmış hissədir. Yolun əsas hərəkət hissəsindən səviyyə fərqi də seçilməlidir səki olması üçün. Əgər fikir versəniz, bax, orada avtobus dayanacağı var.
səki deyil və dayanacaq səkinin üzərində quraşdırılıbdır. Demək səki odur. Yəni yolun hərəkət hissəsindən səviyyəcə fərqi var. Yəni dayanma və durmanı qadağan edən nişanlar yoxdursa, və Bravo marketin qarşısında quraşdırılmış həmin ərazi sırf avtomobilin saxlanılması nəzərdə tutulubsa, bu kameralar qanunsuz şəkildə nə üçün kütləvi şəkildə cərimələr tətbiq edirlər? Mən hesab edirəm ki, bu qanunsuzluq birinci yol nişanlarına riayət olunmalıdır, sonra həmin cərimələr tətbiq edilməlidir. Dayanma və durma nişanları olmadığı halda və burada nəqliyyat vasitələrinin sıx hərəkətdə olmadığı bir ərazi olduğu halda nəqliyyat vasitələrinə niyə cərimə tətbiq olunur, onu anlaya bilmirəm. Üstəlik də ki, dayanma və durmaya görə həm cərimə, həm də balın tətbiq edilməsi mən hesab edirəm ki, ağır bir cəzadır.